30 tələbə öz universitetlərinin üçbucaq şəkilli parkının ətrafında bərabər məsafədə ağaclar bastırmalı idilər. Bir ağacın qiyməti 10 manatdır. Parkın tərəflərinin uzunluqları 36 metr, 48 metr və 60 metr olarsa, tələbələr ən azı neçə manat pul xərcləyəcəklər? Burada bərabər məsafədə olduğundan biz parkın ətrafına əgər biz ağaclar əkiriksə, üçbucaq şəkilli parkdır və ölçüləri 36, 48 və 60-dır. Deməli, o məsafə həm 36-nın, həm 48-in, həm də 60-ın böləni olmalıdır. Və tələbələr burada tələb olunur ki, ən az neçə manat pul xərcləsinlər. Bunun üçün biz məsafəni çox götürməliyik. Yəni, ağaclar arası məsafəni daha çox götürməliyik. Bu isə 36, 48 və 60-ın əbobu deməkdir. Deməli, biz əbobu birinci tapırıq. Əbob 36, 48, 60-ı yazmalıyıq. 12-ni vuruq çıxarsaq, burada əbob 3, 4, 5 olar. Bunlar isə ardıcıl ədədlər olduğundan əbobu 1-dir. Deməli, 12 olacaq. Deməli, biz ağaclar arası məsafəni ən çox 12 götürə bilərik. İkinci, biz ağacların sayını tapaq. Bunun üçün perimetri tapıb 12-yə bölmək kifayətdir. 36 plus 48 plus 60 bölü 12. Yəni, əslində bunların cəmidir. Deməli, 3, 4, 5. Bu da 12 olacaq. Deməli, 12 ağac əkə bilərik. Hər bir ağacın qiyməti 10 manat olduğundan 12 vur 10, 120 manat. Deməli, ən az 120 manat xərcləməlidirlər. Cavab 120. Tələbələrdən 12-si qız, 18-i oğlandır. Qızlar oğlanlardan neçə faiz az, oğlanlar qızlardan neçə faiz çoxdur? Yəni, birinci tapırıq ki, qızlar oğlanlardan neçə faiz azdır. Bunun üçün biz 12-18-in neçə faizi olduğunu tapırıq. Qızlar oğlanlardan, qızlar 12 nəfərdir, oğlanlar 18 nəfərdir. 12-18-in neçə faizidir? Bunu tapmalıyıq. Burada ixtisar gedəcək. 6-ya ixtisar eləsək 2, burada 3 qalacaq. 200 bölü 3 66 tam 3'də 2 alınır. Bu demək ki, qızların sayı oğlanların sayının 66 tam 3'də 2 faizidir. 100-dən 66 tam 3'də 2 çıxsaq, deməli 33 tam 3'də 1 faiz azdır. İkinci, biz tapmalıyıq. Oğlanlar qızlardan neçə faiz çoxdur? Bunun üçün 18-12-nin neçə faiz olduğunu tapırıq. Yəni, burada 6-ya ixtisar eləsək, burada 2, burada 3 olacaq. 300 bölü 2. Deməli, 150 faizidir. 150-dən də 100 çıxsaq, deməli, 50 faiz çoxdur. Cavab 33,1 və 50. Parkın iki tərəfinin uzunluğu 36 və 48 metr olarsa, üçüncü tərəfin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərinin cəmini tapın. Burada üçbucaq bərabərsizliyindən istifadə edəcəyik. Bir tərəf 36, digər tərəf 48-dirsə, üçüncü tərəfə x desək, x 36 plus 48-dən kiçik olmalıdır və 48 minus 36-dan da böyük olmalıdır. Yəni, x 84 ilə 12 arasındadır. Bizdən sonra ala biləcək ən böyük və ən kiçik tam qiymətlərin cəmi, yəni 13 və 83 bərabərdir. 96 alarıq. Cavab 96.